Hamıya salam. Unreal Engine daxilində dərslərimiz davam edir. Blueprint proqramlaşdırma seriya dərslərimizin davamı olaraq bugünkü dərsimizdə Cast2 funksiyasından istifadə etməyi öyrənəcəyik. Ümumiyyətcə, mühərrik daxilində obyektlər arası əlaqənin necə təşkil olunduğunu, istənilən obyektə necə müraciət edə biləcəyimizi məhz bugünkü dərsimizdə öyrənəcəyik. Bunun üçün səhnədə sadə bir nümunəyə baxacağıq. Əvvəlcə nümunə olaraq actor tipində bir ədəd klass düzəldirəm. Bu klassımızı test işıq olaraq adlandırıram və klassımızın redaktoru daxilinə keçid edirik. Burada bir ədəd point light adlı işıq mənbəyindən istifadə edəcəyəm. İşıq mənbəyimizi buraya əlavə etdikdən sonra işığımızın rəngini səhnədə seçilməyi üçün nisbətən dəyişirəm və daha sonra bu actor klassımızı birbaşa səhnəyə yerləşdirirəm və hal-hazırda baxacağımız nümunədə öz personajımızın klass redaktoru daxilindən səhnədə gördüyümüz test işıq adlı digər bir blueprint obyektinə müraciət etməyi öyrənəcəyik. Bunun üçün öz personajımızın klass redaktoruna daxil oluruq. Burada əvvəlcə nümunə olaraq bir ədəd input əlavə edəcəyəm. Göstərdiyim nümunədə həmin inputa klik etdiyimiz anda öz personajımızın klass redaktoru daxilindən test işıq adlanan actor tipli klassın daxilinə manipulyasiyalar edəcəyik. Yəni sadə dildə desək, işığı söndürəcəyik. Inputumu bu bölümə gətirdikdən sonra istənilən obyektə ümumiyyətcə müraciət etmək üçün mühərrik daxilində Cast2 adlanan funksiyadan istifadə olunur. Bunun üçün buradan pin çəkirik və öz klassımızın adına Cast2 adlı funksiya ilə müraciət edirik. Sadəcə olaraq axtarış yerində Cast2 və növbəti olaraq öz klassımızın adını yazmalıyıq. Yəni müraciət etmək istədiyimiz istənilən klassın adını yazmalıyıq. Bu şəkildə obyektimizə müraciət üçün Cast2 adlı funksiyadan istifadə edirik və burada gördüyümüz kimi Cast2 sözündən sonra bizim birbaşa klassımızın adını burada göstərmişəm. İstənilən dediyimiz kimi obyektə müraciət edən zaman Cast2 sözündən sonra mütləq şəkildə həmin obyektimizin və yaxud da klassımızın adını burada göstərməliyik. Və burada klass bölümünü deyil, ilk gördüyümüz funksiyanı buradan seçirik və növbəti olaraq öz klassımıza müraciət etdiyimiz zaman mütləq şəkildə burada obyekt bölümü göstərilməlidir. Yəni bu obyektin məxsus olduğu klassı biz burada göstərməliyik. Əks təqdirdə bizim obyektə etdiyimiz müraciət heç bir şəkildə işləməyəcək. Bunun üçün variables bölümündən bir ədəd dəyişən əlavə edirəm və dəyişənimizi müvafiq olaraq adlandırıram. Daha sonra dəyişənimizin tipini actor olaraq müəyyənləşdirirəm. Çünki bizim hal-hazırda bu düzəltdiyimiz klassımız actor tipinə məxsus olan bir klass sayılır. Buradan actor adlı bölümdən object reference olaraq müəyyənləşdiririk və daha sonra bu dəyişənimizi obyekt bölümünə mənimsədirik və mütləq şəkildə bu dəyişənimizin instance editable adlı parametrini bu şəkildə aktivləşdiririk. Daha sonra birbaşa səhnəyə keçid edirik və səhnədə öz personajımızın klassını seçirik. Öz personajımızın klassının üzərinə klik etdiyimiz anda Details bölümünə nəzər salsaq, burada xüsusi bir ədəd default adlı bölümün əmələ gəldiyini görəcəyik və burada bizim təyin etdiyimiz dəyişənimizin test işıq ref adlı bundan öncə təyin etdiyimiz dəyişənimizin burada müvafiq bölümünü görəcəyik. Burada sadəcə olaraq bu gördüyümüz işarəyə klik edirik və səhnədə birbaşa bu tipə məxsus bizə lazım olan səhnə obyektini klik etməklə bu şəkildə seçirik və artıq gördüyümüz kimi burada no one deyil, məhz bizim müraciət etmək istədiyimiz klassın adı burada göstərilir. Bu əməliyyatı da icra etdikdən sonra yenidən personajımızın klass redaktoruna qayıdırıq və burada Cast2 adlı funksiyanın 3 ədəd çıxış parametrini görürük. Bu çıxış parametrlərin bir-birindən əsas fərqi ondan ibarətdir ki, əgər biz obyektimizə uğurlu şəkildə müraciət etmişiksə, bu zaman mütləq şəkildə bu gördüyümüz ilkin icra edici pin işə düşür. Yəni bu bölümdə əsas funksionallığımızı yazırıq. Əgər biz müraciət etdiyimiz obyektə uğursuz müraciət həyata keçirmişiksə, bu zaman isə cast failed adlı bu gördüyümüz bölüm icra olunacaq deməkdir. Burada gördüyümüz as parametri isə bizim müraciət etdiyimiz klassımızı daxilindən, bizim müraciət etdiyimiz bu klassımızın daxilində olan bütün komponentləri bizim üçün as parametri digər bir klass daxilindən əlçatan edir. Bizim nümunədə dediyimiz kimi T klavişinə klik etdiyimiz zaman həmin işığımızı söndürmək istəyiriksə, as bölümündən dediyimiz kimi həmin işığa əvvəlcə müraciət edirik. Bunun üçün həmin işıq komponentimizin adını eyni ilə burada yazırıq. Və həmin işıq mənbəyimizə müraciət etmək üçün mütləq şəkildə get sözündən istifadə edirik və bizim nümunədə get point light adlı komponentə bu şəkildə müraciət edirik.
Daha sonra işığımızın intensivliyini azaltmaq üçün Set Intensity adlı xüsusi bir funksiyadan istifadə edirik. Bu funksiyamızı da çağırdıqdan sonra fikir verirsinizsə, mən burada Cast Failed adlı icra edici pinə deyil, birbaşa birinci gördüyümüz pinə bu funksionallığı birləşdirmiş oluram. Çünki dediyimiz kimi, biz obyektimizə uğurlu şəkildə müraciət etmişiksə, bu zaman bizim gördüyümüz burada ilk icra edici pinimiz icra olunacaq. Lakin bizim etdiyimiz müraciət uğursuz olarsa, bu zaman Cast Failed adlı parametri burada istifadə edə bilərik. Bu şəkildə funksionallığımızı tamamladıqdan sonra alınan nəticələri compile və save edirik. Səhnədə hazır nümunəyə baxırıq. Gördüyümüz kimi işıq mənbəyimiz aktiv vəziyyətdə hal-hazırda işləyir və biz klaviaturada T klavişinə klik etdiyimiz anda həmin işıq mənbəyini deaktiv etmiş oluruq. Məhz bununla da mühərrik daxilində istənilən digər tipli obyektlərə və yaxud da klasslara müraciət etməyin formasını sizlərlə öyrənmiş olduq. Bundan əlavə dediyimiz kimi, Cast Failed adlı icra edici pinin burada işləmə prinsipini görmək üçün təbii ki, biz burada obyektimizə müraciəti düzgün şəkildə aparmasaq, bu zaman Cast Failed adlı dediyimiz kimi xüsusi parametri icra olunacaq. Məhz bunun üçün hal-hazırda səhnədə yerləşdirdiyimiz həmin bu obyektimizin referensini buradan silirəm və burada Cast Failed adlı xüsusi bir parametrə sadəcə olaraq print string funksiyasının köməyi ilə xüsusi bir mesaj çap edəcəyəm. Burada gördüyümüz kimi ekrana uğursuz müraciət sözünü çap edəcəyəm. Hal-hazırda nəticəyə baxırıq. Baxmayaraq ki, bizim burada funksionallığımız ümumi koda birləşik olsa da, hal-hazırda ümumi kodun icrasına baxsaq, bizim burada Cast Failed adlı parametrimiz icra olunacaq. Klaviaturada T klavişinə klik edirəm və gördüyümüz kimi T klavişinə klik etsək də işığımız yenidən öz funksionallığını davam etdirir və ekrana eyni zamanda uğursuz müraciət sözünün çap olunduğunu görürük. Bu isə ona görə baş verir ki, dediyimiz kimi bizim müraciət etmək istədiyimiz obyektə bizim müraciətimiz uğursuz şəkildə alınmışdır. Məhz buna görə də obyektə müraciət edən zaman həmin obyektin bu şəkildə referensini mütləq şəkildə tənzimləmək tələb olunur və hal-hazırda bu qaydada hazır nəticəyə baxsaq, biz klaviaturada T klavişinə klik etdiyimiz anda artıq uğursuz əməliyyat sözü ekrana çap olunmur və bizim istədiyimizə uyğun olaraq işığı deaktiv etmiş oluruq. Çünki dediyimiz kimi müraciət etdiyimiz obyektə düzgün qaydada məlumat ötürə bildik. Məhz bununla da mühərrik daxilində Cast To funksiyasının işləmə prinsipini sizlərlə öyrənmiş olduq. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.